Hazırda dayandığımız yer Sabunçu rayonu Ramanlı qəsəbəsinə qalxan yoldur. Kadrlardan da gördüyünüz kimi burada su borusu partlayıb. Elə hazırda özüm də oraya yaxınlaşa bilmirəm. Hazırda su aşağı təzyiqlə daşır, amma bəzən su elə yüksək təzyiqlə daşır ki, buradan heç bir kəs gedə bilmir. Nə sürücülər, nə də piyadalar. Piyadaları, sürücüləri təngə gətirən problem aylardır, hətta bir ilə yaxındır ki, ərazidə su borusu bu vəziyyətdədir. Vətəndaşlar tərəfindən problemin həll edilməsindən bağlı aidiyyəti qurumlara müraciətlər olsa da hələ də ortada nəticə yoxdur. Piyadalar bildirir ki, hətta əksər sürücülər var, buradan dırnaqarası avtoyuma məntəqəsi kimi istifadə edir. Ən azı bir ildir bu problem var. Gəlirlər, çivləyirlər, yalandan taxtayla çivləyirlər, gedirlər. Sən axşamdan maşını yuyursan ki, işə gedib gəlməyə, səhər gəlsən burada maşın bulanır gedirsən. Bir ildir çivləyib gedirlər. İndi deməli deşili bu. Neçə dəfə zəng vurmuş öyle gələcək, düzəldəcək, amma bir xəbər yoxdur. İndi nə bilim, indi asfaltlayıblar buranı. Baxa görək də. Adı zəng edirik, gəlirlər, 3-4 dənə fəhlə. Gəlirlər, çivləyirlər, saxla çivdən, görsən çivləri. Vururlar, bir yarım saat, bir saat kətir. Çıx gelirlər, aradan biraz keçir, maşınlar gəlib üstünə çıxan kimi səhər gəlib görsən ki, başlayıb fontanlayır. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladı. Verilən cavab belə oldu ki, qeyd olunan ünvanda su borusunun yenilənməsi işlərini həyata keçirmək üçün müvafiq qurumdan artıq icazə alınıb. Tezliklə işlərə başlanılacaq. Sujetin efirə hazırlandığı vaxt artıq təmir işlərinin başlandığı xəbəri gəldi. Ümid edirik ki, bu təmirdən bir ay sonra həmin problem yenidən təkrarlanmayacaq. Piyadalar rahat gəzəcək, sürücülər isə yollarına dəyişmə məcburiyyətində qalmayacaq. Ələkbər Salih, Sabir Şahbələdov, Telesə.